Salam uşaqlar. Bugün sizlə yeni 8-ci sinif kimya kitabından 2.3-cü mövzu kovalent rabitə mövzusunun tapşırıqlarına baxacağıq. Yəni öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın mövzusuna. Gəlin başlayaq öyrəndiklərinizi tətbiq edindən birinci sualına. Deyir ki, birinci sualda xlor atomları arasında rabitə necə əmələ gəlir? Bu rabitənin əmələ gəlməsini aşağıdakı atomlar arasında rabitənin əmələ gəlməsinə müqayisə edin. Birinci xlor atomlarını müqayisə eləyə başlayaq. Xlor uşaqlar 17-ci elementdir, düzdür? 17-ci element olan xlor xarici təbəqəsinin kimə tamamlamalı? Təsirsiz qaza. Buna da yaxın təsirsiz qaz kimdir? Arqondur, 18. Bu xlor onun üçün nə eləməlidir ki, arqona oxşasın? Bir dənə elektron almalıdır. Üstəgəl bir elektron. Düzdür? İndi bu xlor atomu. 17-ci xlor atomu. Öz xarici təbəqəsini tamamlamalıdır 8-ə. Bu xlorun 17-nin xarici təbəqəsinə bax. 2, 8, 7, 8 olmaq üçün 1-ə tamamlamalıdır. Buna görə xlor atomu, bu xlor atomu 7 elektronundan bir dənəsini qoyur ortaq istifadəyə. Digər xlor atomu da, o da 17 daxı. Bunun da xarici təbəqəsində 2, 8, 7-dir. Bu da bir elektronun, o 7 elektron var. Bir dənəsini qoyur ortaq istifadəyə. Yəni bu 7 yox olur 6, bu da 7 yox olur 6. Niyə eləyir bunu? Çünki, baxın indi. Bax. B olanda ikisi də artıq xarici təbəqəsinin 8-i tamamlamış olur. Necə? Bax, bu xarici təbəqədə 6 dənə var. 7 idi, birin qoydu, oldu 6 dənə. Bu xlor qoydu axı, ümumi istifadəyə qoyub. Yəni, bu xlorun, belə düşündə, xlor 2 nəfərdir. Bunun qoyduğu puldan ikisi də istifadə edə bilər. Bax, bu elektronlar, bu var, bayaq, bu xlorun qoyduğu. Birinci xlora da aiddir, o da istifadə edir. 6, 7, 8. 8-i tamamladı mı? Tamamladı. İndi keç o birisinə bax. 6-dır. O, bunun üçün 7-ci buydu qoymuşdu. Bəs bu birisi də qoydu axı. Bu da oldu 8-ci. Yəni, 2 xlor atomun ikisi də öz xarici təbəqəsini 8-ə tamamladı. Və ikisi də bura ortaq istifadə üçün elektron cütü qoymuşdu. Elektron qoymuşdu axı. Bu elektronlar birləşib birgə rabitə, yəni bir bağ əmələ gətirdi ki, bunlar bir-birindən qopmasın. Bunu əmələ gələn rabitəyə də deyilir kovalent rabitə. Kovalent. Bunu deyir, natrium və xlor atomları, bir də hidrogenlə xlor atomları ilə müqayisə elə. Baxın, xlor qeyri-metal idi, düzdür? Bu niyə kovalent rabitədir? Çünki ikisi də qeyri-metaldır. Qeyri-metal arasında yarandı. Amma ki, natriumla xlor arasında yaranan rabitə kovalent olmayacaq. Çünki natrium metaldır, xlor isə qeyri-metaldır. Burada yaranan rabitə olacaq ion rabitəsi və kationla anion arasında əmələ gələcək. Natrium metalı 11-dir, təsirsiz qaz ona yaxın 10-dur. 10 olmaq üçün bu bir elektron verib müsbət yüklənəcək. Xlor atomu isə 17-dir. Müsbət biraz 7 yoxdur, müsbət tabı. 18 arqona oxşamaq üçün bir elektron alacaq. Alır, olacaq mənfi. Bax, müsbət və mənfi yüklü arasında və yaxud metalla qeyri-metal arasında yaranan rabitə ion rabitəsi. Yəni, mexanizmlər tamamilə fərqlidir. B variantına baxın, hidrogen birinci elementdir, bir də xlor 17-ci elementdir. Uşaqlar, baxın, hidrogen birinci elementdir. Bunu belə aydın şəklə çəkirəm. Bu nüvəli, bu da hidrogendir. Qoy rəngliyim buna. Bax, bir dənə elektronu var. Bu yazıq hidrogenin. Xlor nədir? Xlor təbəqəni yazsan 2, 8, 7 düzdür. Bax, daxil təbəqəsini bir də çəkməyəcəm uzun-uzadı olmasında. Bax, bu nüvə. Birinci təbəqə, hansı ki, burada 2 də elektron və qoy çəkim ürəyə partlayar yoxsa. İkinci təbəqə, burada 8 elektronlar. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bir də üçüncü təbəqə. Burada da 7 elektron var. 1, 2, 3, 4, 5, 6, 7. Nəsə, çox yaxın çəkdim. Bunu biraz geri qaytarmaq olursa qaytarım geri. Nəsə, burada olmur geri qaytarmaq. 8 elektron da, 8 elektron. Baxın, bu xlordur, bu hidrogendir. Bu hidrogen var olan bu bir elektronun qoyur ortaya.
Budur ha. Qoy eyni rəngdən çəkim deyim. Var olan bu bir elektronu qoyur ortaya. Xlor da bu elektrondan hər hansısa biri, bu budur. Hər hansısa biri tutalım ki, bunu gətirib qoyur ortaya. Bu da bunu qoyur ortaya. Artıq bunların ikisi də şərikli elektron qoyublar. Buradan yarandı bunların kovalent rabitəsi. Və ikisi də özün stabil hala tamamlamış olur. Belə olanda. Niyə? Çünki artıq ortaq elektronları var bunların. Bax, hidrogen stabil halda helyuma oxşamalıydı, 2 olmalıydı, var indi ikisi. Çünki bu xlorun qoyduğu elektronu artıq hidrogen də istifadə edə bilir. Bu bir dənə özü qoyduğuydu. Bu da hidrogen qoyduğu oldu bunun 2 dənə elektronu helyuma. Xlor da özün artıq argon 18-i tamamlayıb stabil hala keçdi. Niyə? Çünki 17 dənə var idi. Bir dənə də hidrogen qoyduğu da artıq onun istifadəsinə keçdi. Yəni ortaya qoyduqları elektronun o da istifadə edə bilər. Bu da istifadə edə bilər. O Euler-Venn diaqramında mərkəz olur, həm ondan, həm bundan. Bax, bu da onun kimi bir şeydir. Ona görə deyirik ki, kovalent rabitə qeyri-metal atomlar arasında yaranır və şərikli elektron cütü və ortaq istifadəyə verilən elektronlar arasında yaranır. Bu oldu birinci tapşırığın izahı. Bunu siz qısa formatda da yaza bilərsiniz. Mən çox böyük bir izah, yəni əsaslı, dərindən izah verdim. Siz bunu qısa variantda da yaza bilərsiniz. Yəni tapşırıq dəftərinə yazırsınızsa. Keçək ikinci sualı. Kükürt ilə hidrogendən əmələ gələn maddənin formulu necə olar? Bu maddənin molekulunun əmələ gəlməsi sxematik olaraq necə təsvir edərsiniz? Kükürtdür birinci elementin. Kükürt neçənci elementdir? 16-cı elementdir. Bu özünü tamamlamalıdır argona 18-ə. Neçə ehtiyacı var? 2 elektrona ehtiyacı var. Bir də hidrogendir. Bu da özünü tamamlamalıdır helyuma. 2 olmalıdır. Bunun da 1 elektrona ehtiyacı var. Biz bilirik ki, ilk öncə yaxın olan, yəni nömrəsi kiçik olan birinci yazılır. Yəni hidrogeni birinci yazırsam. Eyni qrupda da olanda, tutalım ki, yuxarıdan aşağı eyni qrupdadırsa elementlər birinci olan, yəni yuxarıda olanı yazırsan birinci. Eyni dövrdədirsə, yenə eyni dövrdə ilk gələn, yəni solda gələni birinci yazırsan. İndi hidrogendir, bir də kükürtdür. Hidrogen birinci yazılır. Hidrogen 1 elektrona ehtiyacı var, kükürtün 2 elektrona. Bunların əkobu neçədir? 1-lə 2-nin əkobu 2 düzdür. Həmin o əkobu bölürsən bunların ehtiyacı olan elektron sayına və yazırsan indeksinə. Necə? Əkob 2-dir. Hidrogenin neçə elektrona ehtiyacı var? 1 elektrona. 2-ni böldüm 1-ə, elədi 2. Yazırsan hidrogenin ayağına. Əkob 2-dir. Kükürdün neçə elektrona ehtiyacı var? 2 elektrona. Əkob 2-ni bölürsən ehtiyacı olan elektron sayına. 2-ni böldün 2-yə, elədi 1. Deməli, birləşmənin formulu oldu H2S formasında. Keçək üçüncü sual. Sxematik olaraq da yox deyir. Sxematik olaraq necə təsvir edərsiniz? Sxematik olaraq təsvir uşaqlarına bu yuxarıdakı təsvirə deyilir. Yəni siz bunu şəkillə çəkməlisiniz. İstəyirsiniz gəlin onu da çəkək. Yəni dəftərə sxem olaraq çəkməlisiniz bunu. Bir dəqiqə. Oy, bağlandı. Bax, sxematik təsviri göstərir. Sonra deməyin ki, müəllim mənə danışır. Bax, bundan danışırıq. Bax, yuxarı hissə var ya, hidrogen birləşməsi, hidrogen flor birləşməsi, sxematik təsvir budur. Gəlin, çəkək indi hidrogenlə kükürt üçün. Dedik ki, kükürt 16-cı elementdir, elektron konfigurasiyasında. Birincidə 2, bax, 2, 8, 10, bu da 6. İkinci təbəqə, üçüncü təbəqə. Üçüncü təbəqəsində neçə elektron var? 6. 1, 2, 3, 4, 5, 6. Bir də kimdir? Hidrogendir. Hidrogen birinci elementdir. Elə bir dənə təbəqəsi var. Bu nüvə, bu da təbəqə. Buradan çəkim də yandan çəkim ki, göstərə bilim. Bu da hidrogen 1, bir dənə təbəqəsi, burada 1 elektron. İndi bunlar ikisi də bunun neçə elektrona ehtiyacı var? 18, 12 elektrona ehtiyacı var. Bunun 1 elektrona ehtiyacı var. Gəlin baxaq. Bax, 16 kükürt öz elektronlarından 2 dənəsini qoyur ortaq istifadəyə. Daha doğrusu üzr istəyirəm, bir dənəsini qoyur ortaq istifadəyə. 2 dənəsini niyə dedim ki? Bax, gəlin bunu qırmızıdan göstərək. Qoydu ortaq istifadəyə. Hidrogen 1 öz elektronunun bir dənəsini qoydu ortaq istifadəyə. Düzdür?
İndi bu birlə bu birin arasında bir dənə kovalent rabitə yarandı. Düzdür? Bu hidrogenin qoyduğu artıq keçdi kükürt tərəfə. Kükürdün 16 dənə var idi, bir dənə də oldu 17 dənə. Tamamlandı 18-ə yox. Onda deməli sən bir dənə də hidrogenin bu kükürdün, bir dənə də hidrogenə ehtiyacı var. Hidrogen birin birinə də ehtiyacı var. Yəni təzədən yazırsan bunu müsbət. İkinci təbəqəsini çəkirsən, buradakı bir elektron. Aha, bu bir elektronu hidrogen yenə gətirir, qoyur mərkəzə. Ona kükürt ikinci elektronunu da qoyur və bunlar arasındakı ikinci rabitə yaranır. Ona görə formulu H2S olur. Yəni gəlin baxa görə kükürt 18-ə tamamlandı. 16 dənə var idi özünün. 16 dənə var idi. Hidrogenin bu bir dənəsi qoydu, oldu 17. Bir dənə də bu qoydu, oldu 18. Kükürt tamamlandı. Görək indi hidrogenlər tamamlandı mı? Bir dənə var idi, qoydu ya ortaq istifadəyə. Bəs kükürtdə ortaq istifadəyə qoymuşdu axı. Bu da keçdi hidrogen tərəfə, oldu 2 elektron tamamlandı. Bu birisi hidrogen içində kükürt qoyub da, bu da oldu 2 elektron. Hər ikisi, yəni həm kükürt, həm hidrogen ortaq istifadəyə tamamlandı. Bu belə. Bu neçənci sual idi? İkinci sual. Keçək üçüncü suala. Nədir üçüncü sualı? Qara götürək, qırmızı gözümüz incitməsin. X9, Y20, 16 atomların hansılar arasında kovalent rabitə əmələ gələr? Cavabımızı əsaslandırın. Əmələ gələn maddənin formulu necə olar? X9-cu elementdir. 2, 7. Əgər elektronun xarici səbəqəsində elementin daha doğrusu 1, 2, 3 elektron varsa bunlar metaldır. 4, 5, 6, 7 isə qeyri-metaldır. 8 isə təsirsiz qazdır. İndi bunun 7 dənə xarici səbəqəsində elektron var. Deməli bu qeyri-metaldır. Flordur da bu. Dövr sistemindən baxa bilərsiniz. Flor. 20Y. 2, 8, 8, 2. 1, 2, 3 varsa metal demişik. Burada da 2'dir. Deməli bu metaldır. Dövr sistemindən baxsınız bu kalsiyumdur. Z 16. 2, 8, 6. 4, 5, 6, 7 ise deyirik qeyri-metaldır. 8 isə təsirsiz qazdır. Bu da olur avtomatik qeyri-metal. Bu da kükürt 16'dır. Hansı arasında kovalent, yəni hansı element olduğunu bilməsiniz yaza bilərsiniz. Kovalent rabitə əmələ gələ bilər. Avtomatik kalsiyum metal olduğuna görə bunu çıxartırsan ortaqdan. Çünki kovalent rabitə qeyri-metallarla qeyri-metallar arasında yaranır. Deməli kimlər arasında yarana bilər? X ilə Z arasında kovalent rabitə yarana bilər. Çünki ikisi də qeyri-metaldır. Əmələ gələn maddənin formulu necə olar? Gəlin baxaq. Bax, X9-dur, özünü tamamlayacaq X 10-cu elementi olan neona. Neçə elektrona ehtiyacı var? X-in 1 elektrona ehtiyacı var. Z16-dır, özünün 18 arqona tamamlamalıdır. Neçə elektrona ehtiyacı var? 2 elektrona ehtiyacı var. Bu elementlərin əkobu neçədir? 2-dir. Əkobu bölürsən ehtiyac olan elektron sayına, yazırsan indeksinə. X-in 1 elektrona ehtiyacı var. Əkob 2-ni bölürsən 1-ə. Elədi 2, yazın indeksinə. Z-in 2 elektrona ehtiyacı var. Əkob 2-ni bölürsən ehtiyac olan 2-yə, eləyir 1, onu da yazırsan Z-in ayağına. Birləşmənin formulu X2Z formasında. Bu öyrəndiklərinizi tətbiq edin. Keçək öyrəndiklərinizi yoxlayın punktuna. Buranı silək. Mən uşaqlar izahları çox əsaslı verirəm. Yəni çox uzun-uzadı gəlirsə sizə, siz onu qısaldılmış formada öz başa düşdüyünüz tərzdə dəftərinizə qeydiyyat apara bilərsiniz də, yəni müəllim tapşırıq verirsə. Öyrəndiklərinizi yoxlayın. Kovalent rabitə nədir və atomlar arası necə yaranır? Bu sualı cavablandırmasından öncə sizə tövsiyə edirəm ki, ümumiyyətlə tapşırıq yazmasından əvvəl dərsi oxuyun. Çünki bu sualın cavabı dərsin içərisində çox aydın formada yazılır. Kovalent rabitə nədir? Gəlin açaq. Baxın. Baxaq. Ortaq elektron cütü flor atomları arasında rabitə əmələ gətirməklə onları bir-biri ilə birləşdirir. Belə rabitəyə kovalent rabitə deyilir. Yəni, ortaq elektron cütü hesabına yaranan rabitəyə kovalent rabitə deyilir. Və bu rabitə mütləq qeyri-metal atomları arasında olmalıdır. Bu iki cümləni yazsaz və yaxud sadəcə bu sarı yerdəki cümləni yazsaz, sualınızı cavablandırmış olursunuz. Burada bir izahata ehtiyac yoxdur. İkinci, H-flor və H2 molekullarında rabitənin əmələ gəlməsini sxematik olaraq necə təsvir etmək olar? Bu sxematik təsvirlərdən
artıq bayaqdan eləyirik. Sxematik təsvir edəndə bax bunları nəzərdə tutur. Atom modelini göstərməklə. Gəlin yenə eləyək. Yoruldu, yoxdur. Baxaq, birinci. H flor. Hidrogen birinci elementdir, flor 9-cu elementdir, düzdür? Gəlin elektron konfigurasiyasını yazaq. 1, bu da 2, 7. Yəni, hidrogenin birinə nüvədir, ətrafda da birinə elektron var. Flor isə nüvədir. Birinci təbəqəsində 2 elektron, 1, 2. İkinci təbəqəsində 7 elektron. 1, 2, 3, 4, 5, 6, 7 elektron var. İndi bunlar ortaq ikisi qeyri-metal olduğuna görə ortaq istifadəyə elektron verməlidirlər. Düzdür? Hidrogen bir elektron verir ortaq istifadəyə. Zaten bir dənəsi var. Bunda verir ortaq istifadəyə. Bu elektrondur. Flor da hər hansısa bir xarici təbəqəsindəki elektronu verir ortaq istifadəyə. Hidrogen helyuma tamamlanmalıdır təsirsiz qaz olaraq. Flor isə neona tamamlanmalıdır, yəni 10 təsirsiz qazı tamamlanmalıdır. Görək indi tamamlandı mı? Deməli, hidrogenin bir dənə var idi, bax qoyub bura. Bir dənə də flor qoydu, düzdür? Rabitə belə gəldi, kovalent rabitə. Hidrogenin indi istifadəsində artıq neçə elektron var? Bir dənə özünün, bir dənə də florunki. 2-yə tamamlandı. Hidrogen əla. Florun 9 dənə var idi, bir dənə də hidrogen qoydu. Keçdi artıq o da florun istifadəsində. Neçə elektron artıq florun istifadəsində var? 9 özünün, bir dənə də hidrogen qoyan ortaq istifadəyə 10 elektron tamamlandı flor üçündə. Bu oldu H florun yaranma sxemi. Keçək hidrogen molekulu üçün. Hidrogen. Baxaq yenə hidrogen birinci element olduğuna görə H2-də 2 dənə hidrogen atomu birləşir. Bu nüvədir, bu da ətrafdakı elektronu. Bu birinci hidrogen. İkinci hidrogen içində bu nüvədir, bu da ətrafdakı elektronu. Uşaqlar, indi bu elektron hidrogenlər məcburdur ki, olan bir elektronların ortaya qoysunlar. Varları, yoxları budur, bunu da ortaya qoymağa məcburdular. İndi bu gətirdi elektronun qoydu ortaq istifadəyə. Bu hidrogendə elektronun qoydu ortaq istifadəyə. Əla. Yarandı kovalent rabitə. Bu rabitə artıq imkan verir ki, bu elektronları bunlar rahatlıqla istifadə edə bilsinlər. Çünki hidrogen, bax burada demişdik bayaq ki, neona tamamlanmalıdır. Yəni, hər hidrogen atomunun istifadəsinə 2 elektron keçməlidir. Bax, bu hidrogenin birincinin bir dənəsi var idi, qoymuşdu. Bir dənə də o birisi hidrogen qoydu ortaq istifadəyə, artıq bu da 2 dənə istifadə edə bilər istəsə. Bu birisi hidrogenin də bir dənə var idi. Bu hidrogende qoydu bir dənə elektronun, artıq bu hidrogende 2 dənə istifadəsinə elektron keçdi. Yəni, hər biri öz xarici təbəqələrini 2-yə tamamlamaq qüvvəsindədirlər artıq. Və beləliklə, bunlar arasında kovalent rabitə yarandı. Bu ikinci sualın sxematik olaraq təsviri. Üçüncü suala keçək. Flor 2 və O2 molekullarında rabitənin əmələ gəlməsinin oxşar və fərqli cəhətlərini müəyyən edin. Gəlin baxaq. Flor 2 və O2. Uşaqlar, burada rabitənin əmələ gəlməsində deyir, oxşar və fərqli cəhətləri müəyyən edin deyir. Bunlar ikisi də qeyri-metaldır. Ona görə oxşar cəhət olaraq deyə bilərik ki, hər ikisində molekulun əmələ gəlməsi kovalent rabitələ yaranır. Yəni, rabitə bu molekullar arasında kovalent rabitədir. Yəni, flor 2 molekulunda flor-flor atomları birləşib, ikisi də qeyri-metal olduğuna görə kovalent rabitədir. Oksigendə də oksigen atomları birləşib, bu da kovalent rabitələr birləşib. Bu birinci oxşar. İkinci oxşar deyə bilərik ki, hər ikisi ortaq elektron cütəyi hesabına yaranır. Yəni, flor da bir elektron qoyur, bu birisi flor da bir elektron qoyur. Bunlar birləşib rabitəni, kovalent rabitəni əmələ gətirirlər. Oxşar rabitənin əmələ gəlməsini deyir. Bunlar oxşar cəhətlər. Fərqli cəhətlər nələrdir? Flor, bu da 9-cu elementdir, bu da 9-cu elementdir, düzdür? 9 kimə daha yaxındır? Neon 10-a daha yaxındır, düzdürmü? Bu flor atomunun birincinin də bir elektrona ehtiyacı var, bunun da bir elektrona ehtiyacı var. Düzdürmü? Amma oksigen 8-ci elementdir, bu tamamlanmalıdır neon 10-a, ona görə bunun 2 elektrona ehtiyacı var. Yəni, oksigen molekulları arasında əslində 2 dənə rabitə var. Bu oksigenin də neona tamamlanmaq üçün 2 elektrona ehtiyacı var. Yəni, oksigenlər ortaq istifadəyə hərəsi 2 dənə elektron veribdir ki, oksigenin 8 atomu, bax bu 8, gəlin belə göstəreyim, bir dəqiqə. Bax, bu oksigenin də 8 dənə, bax bu 8 daxildir. Bu
2 dənə də keçir 8-in oksigenə. Bu olur 10. Tamamlandı bu oksigen 10-a. Bu yazığın da 8 dənəsi var da. Bu 2 dənə də keçəndə bura olur yenə 10. Florin ama 9 dənədir. Bunun 9 dənə var. Qoyduğuna bir yerdə. Bu da bu birisi florda keçir bunun istifadəsinə olur 10 dənə. Bu florun da 9 dənədir. Bu da keçir bura olur 10 dənə. Hər ikisi 10'a tamamlanmış olur. Sadəcə olaraq burada fərqli cəhət odur ki, florun tamamlanması üçün flor atomunun 1 elektrona ehtiyacı var. Xarici təbəqənin. Oksigenin tamamlanması üçün oksigen atomunun 2 elektrona ehtiyacı var. Bu 3-cü sual. Keçək 4-cü suala. Nə üçün oksigen hidrogenlə H2O, azot isə hidrogenlə NH3 molekulu əmələ gətirir? Maraqlı sualdır. Baxın. Nə üçün deyir hidrogen oksigenlə H2O? Yəni niyə formul H2O-dur? Məsəl üçün H3O deyil. Niyə? Niyə? Çünki hidrogen uşaqlar neçənci elementdir? Birinci elementdir. Düzdür? Bu birinci element ən yaxınındakı təsirsiz qaz heliumdur da. O da ikinci elementdir. Hidrogen 2 olmaq üçün nə etməlidir? 1 elektrona ehtiyacı var da. Buna 1 elektrona ehtiyacı var. Oksigen 8-ci elementdir. Bu neona oxşamalıdır, 10'a gəlməlidir. Neçə elektrona ehtiyacı var? 2 elektrona. Düzdür? İndi 1 ilə 2-nin əkobu neçədir? 2-dir də. 2-ni 1-ə böləndə 2, bu 2-ni 2-yə böləndə 1. Ona görə formula olur H2O. Amma azotla hidrogen yazaq indi. Azot 7-ci elementdir. Bu da özün neonu tamamlamaq istəyir. 10. Neçə elektrona ehtiyacı var? 3'ə. Hidrogenin neçə elektrona ehtiyacı var idi? 1'ə. 3 ilə 1-in əkobu neçədir? 3. 3'ü 3'ə böləndə 1. 3'ü, bax bu 3'ü 1'ə böləndə 3. Ona görə birləşmənin formulu olur NH3 şəklində.